Mən bu Azərbaycan hakimiyyətinə söz demək istəyirəm. Bu işləməyən nəyinə sizə pul verəcək? Mənə maraqlıdır. Azərbaycanın 70% işsizdir rəsmi olaraq. Nəyinə pul verirsiniz işləməyən? Siz verməlisiniz bizə, biz yox. Biz nə iş verək sizə? Hə, deyəcəksən nə iş işləmirsən? Harda işləyək? Hə? Dil öyrənək, ərəblərin dalına düşək, günlərlə uşağımızı yəsiz qoyaq. Yaxud da 12 saat səhər çıxaq, axşam gələk, pivə bakalı əlimizdə oğlanların qabağında dombala bakalı uzadaq. Hə, yaxud da ki, firmalarda işləyək, günümüzdə 50 dənə market gəzək. Nə bilim, sonra nə işi var, başqa nə işlər var? Hə, marketdə işləyək 12 saat, 9 saat, 10 saat, axırda da 600 manatımızı alaq. Ayın ortası olmamışda hamımızdan pul axtarırsınız. Filan kes mənə borca pul ver, filan kes, amma danışmağa duxunuz çatmır. Danışanda da 5-5 ağzı dost deyirsiniz ki, vətən belə, millət belə. Neynəmsiniz millət üçün, vətən üçün, bayrağınız üçün, neynəmsiniz də? Hə, qazın petuqdan pul istəyir, ay bədbəxt. Gəncin ölür, 18 yaşlı uşaq. Dünənkindən danışım, o günkindən danışım, bugün baş verəndən danışım. Qarışqanın ölümü kimidir Azərbaycanda insan ölümü? Sənin hökumətin elə bir ki, uşaq öldü, böyük oldu, gənc öldü, uşaq öldü. Qarışıq öldü, yeni şeydir. Yeniyetmələrə bax nə gündədir. Bilirsiniz nə üçün o gündədir? O qədər yazıq ana ata düşür pul dalına, övladdan xəbəri olmur, övlad da necə gəldi böyüyür. Gələcəyinə bu ölkədə nə həkim tapacaqsınız, nə müəllimə. Olmayacaq, inanın ki olmayacaq. 5-10 illə bu olmayacaq. Çünki böyüyən yeniyetmələrdən baxırıq, televiziyamıza baxırıq. Bu günlər gör nə gündəyik ki, loqqo maası oxuyanı biz qaldırıb təpəmizə qaldırırıq. Ondan qabaq kimləri qaldırmışdıq? Digər uşaqlar. Amma savadlı uşaqlar bugün hardadır? Qıraqda. Savadlı uşaqlar da qurban verirlər. Yazıqlar gedirlər 5 manatı, 10 manatı işləyirlər. Təhlükəsizlik şeylərdə 0. Öldü də. Aparıb anasına 10 min verəcək, atasına 10 min verəcək, qutaracaq da. Sənin ölkən bu gündədir. Dövlətlə hökuməti ayıra bilin. Sonra durub məndə ya qeyrisində səhv axtarın. Ay bəzi ateistlər Quranı az qurdalayın, ölkəmi günündən danışın. Qazim petuqdan kömək istəyir. Küs sənin təpəbə.